Salam dəyərli izləyicilərim. Mən Rəsul Əşən Usta yenə sizinləyəm. Bu günləri yanıma Çanqalın, yəni Depal firmasıdır. Brend malıdır, S7. Onun çəkilişini eləyib sizə göstərmək istəyirəm. Deməli, maşın gördüyünüz kimi, yəni qapını bəzi yeri rəndələmişdim. Yadıma düşdü ki, yəni bunu mən çəkilişini eləyim və göstərim. Deməli, burada vəziyyət necədir? Müştəri gəlmişdi yanıma. Yaxın qardaşımızdır. Maşını təzə alıb, gəlib yanıma ki, Əşən Usta, buradakı bu qapın qırağına ki, rezin ki, belə vururlar. Bu rezini söküb, belə deyək, qapı qıraqlarına əgərsi görmüşsünüzsə maşınlarda, yəni fikir verərsiniz, qara rəngdə belə rezin vururlar ki, qıraqları dəyəndə qopub soyulmasın, həm də qapı zədələnməsin. Deməli, qardaş bunları soyub, çıxardıb bunları. Çıxardanda burada sürprizlə qarşılaşıb. Görüb ki, yəni beləsinə xət qalır, belə bir xətlər qalıb. Və gətirdi yanıma ki, Əşən Usta bu xətti mənim üçün itir. Əlbəttə ki, bilirdi bu qapı yəni kraskalanıb. Prosta ki, bu qapı görürsünüzsə, elə bir servislə bu qapı kraskalanıb ki, yəni mən onun adını düzdür, yəni çəkməyəcəm. Yəni tanınmış bir servisdə kraskalanıb qapı. Qapıdakı qırış-qırışlı qapı fikir verirsinizsə, əgərsə görürsünüzsə və burada bəzi yerlərdə burada çöküntülər əmələ gəlib, bilmirəm səbəb nədirsə, nəysə işləyiblər, nətər işləyiblər bilmirəm və qıraqlarında da başlayıb burada kraska dəyməyib, ruçkanın qıraqlarından mən düzdür, ruçkanı yəni sökmüşəm, belə deyək, daha doğrusu yəni dəmirçi gəlib söküb ruçkanı, mənim dəmirçim qapının içində sökülüb, hamısı hazırdır və dediyim kimi burada çalışdıq lakın üstünü, yəni şkurkalib podirovka eləyək, amma gördük ki, sürprizlə qarşılaşdıq ki, burada bu kişinin oğlu özdə bura vurub şpakulyovka, jidki şpakulyovka vurub bura. Abısını şpakulyovka ilə işləyib, sonra götürüb jidki şpakulyovka vurub, sonra da yonub töküb. Belə bir fəsad olub burada. Biz də buranı şkurkaladıq ki, buranı podirovka eləyək, təmizləyək və görürsünüzsə təzə köhnə lak. Və burada da bu şeylə qarşılaşdıq. Belə bir dırnaq dəyir. Yəni kraskanı adamsın gətirib düz rezinin altına qədər vurublar, sonra bir də bu rezini çıxartmayıblar. Belə deyək, alladıblar. Bu belə dəyərli izləyicilər. İnşallah mən bunu detal olaraq işləyəcəm. Gördüyünüz kimi, yəni bu hissədə də fikir verirsinizsə, kantdan yuxarı xət gedir. Bu xəttə qədər, yəni buna kraskalayıblar. Qalan maşının, belə deyək, öz şaqrenidir. Xırda şaqren var burada. Çox xırdadır. Çox xırda bir şaqrendir. Bilmirəm nə məsələdir, amma xırda şaqrendəndir. Belə dəyərli izləyicilər, mən burada rəndələməyə başlamışam. Bu hissələr görürsünüzsə, problemlər yavaş-yavaş üzə çıxır. İnşallah buna tam hazırlayandan sonra bir də bunu çəkilişləyib göstərəcəm. Əlbəttə ki, bunu çıxartmamışdılar. Kraskalayanda görürsünüzsə, lak, qurunt hamısı gəlib, xətdən gəlib qalıb burada. Burada da həmçinin lak, qurunt gəlib bura qədər. Yəni dəlnəşi dəyərli izləyicilər, inşallah bunu etap işləyə ətraflı olaraq bunu sizə göstərəcəm. Əlbəttə ki, bu moldingləri mən sökmüşəm. Bu moldinglər black piano olacaq. Yəni qara parlaq olacaq. Black piano, bu saat black piano deyirlər. Qara parlaq olacaq dəyərli izləyicilər, amma ətəkləri isə qara parlaq olmayacaq. Sadəcə olaraq 4 dənə kralaların qırağındakı moldinglər, belə deyək, qara parlaq olacaq. Belə bir şəkildə olacaq. Maşın rəngi yox, qara parlaq dəyərli izləyicilər. Etap bunları çəkib sizə ətraflı olaraq göstərəcəm. Dəyərli izləyicilər, gördüyünüz kimi mən detal hazırlamışam. Burada müəyyən, belə deyək,
qüsurlar ki var idi bu hissələrdə. Yəni bunları mən rəndələmişəm, düzəltmişəm. Sadəcə olaraq burada əyriliklər var idi və kant demək olar ki, yox idi. Burada yəni kant başlayırdı itməyə, yəni aval gəlirdi, amma belə deyək, burada kant əslində tin kimi gəlir. Bunu indi mən bu saat hazırlamışam. Qruntdan sonra əlavə olaraq yenə buna çəkib sizə göstərəcəm ətraflı olaraq ki, yəni necə çıxdı, nətər çıxdı. Все, dəyərli izləyicilər, mən qruntu vurmuşam. Qruntda bilmək olur ki, belə deyək, təzə vurulan qruntda bilmək olur ki, harda qırış var, harda batıq var. Bunları hamısını, yəni detala vuranda qruntu istər-istəməz parlaq düşdüyünə görə seçim olur. Mən bu saat kantı sizə göstərəcəm. Kant əks tərəfdə necədirsə elə elənçinədir. Çox belə səliqəli bir kant çıxıb gördüyünüz kimi akuratlı və həm də ki yüngül tindən gəlir. Və bu hissələrdə də dəyərli izləyicilər qırışları, bu hissələrdəki qırışlar ki var idi, bunları da mən yığmışam. Yəni ki inşallah bir də yəni çünki quru-quru mən rəndələyirəm detalı. İnşallah bunu yəqin ki mən quru-quru rəndələyəcəm və belə deyək, yenə də baxacam kəm kəsirinə. Ehtiyac olarsa, yəni təzədən işləyəcəm, ehtiyac olmayacaqsa başlayacam kraskalamağa. Əlbəttə ki, kraska bu hissələrə qədər gələcək və lakı bütöv vurulacaq. Təkcə detal vuracam qapıda. Dəyərli izləyicilər, mən qapını hazırlamışam və belə deyək, bazasını vuracam, mirvarisini atacam və dalıca da lak vuracam. Gördüyünüz kimi maşını oxşu bağlamışam və burada aksesuarlar ki var, onların hamısını mən hazırlamışam, təmizləmişəm, düzəltmişəm və bunlar da qara, parlaq olacaq. Strukturdan çevirib qara parlaq olacaq. Belə bir şəkildə də gördüyünüz kimi. İnşallah tam qutarandan sonra mən də bura indi mokreba grunt vuracam. Yəni bunu örtmək üçün. Çünki altdan bəzi yerlər ki şurqalamışam, müəyyən yerlər ki xoşuma gəlmədiyinə görə biraz dərinliyə getmişəm. O baxımdan bura təzədən grunt vuracam və dalıca da bazamızı işlədəcəm. Belə dəyərli izləyicilər, inşallah tam qutarandan sonra ətraflı olaraq mən buna sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, hal-hazırda mən maşını qapısını kraskalamışam və burada belə deyək, pudradan əlavə milvari səpilir, sonra lak vurulur. Bu yəni ağ milvari kimi yəni vurulur belə deyək. Yəni birbaşa pudranın üstündən, bazanın üstündən daha doğrusu yəni lak vurulmur. Bu modellərdə yəni belə gəlir. Dəyərli izləyicilər, bunu inşallah mən polirovka edəcəm. Çünki nəyə görə bəzi yerlərdə böyük bir tozlar düşüb bir-iki yerdə. Onların hamısını mən polirovka eləməliyəm və polirovkadan sonra ətraflı olaraq mən sizə yenə göstərəcəm. Çünki maşını opşu mən polirovka edəcəm və belənçinə gördüyünüz kimi bütün hər yeri yəni normaldır. Hamısı qaydasındadır, heç bir qüsur yoxdur. Əlbəttə ki kant da yəni gəldi yerinə, bu kant ki yox idi burada. Görürsünüzsə bu kantı yəni mən gətirmişəm yerinə. İnşallah belə deyək, maşını polirovka edən vaxtı birinci qapını polirovka edəcəm, zirzibələri götürəcəm və ondan sonra başlayacağım maşını oxşayıb polirovka eləməyə. Düzdür, maşında elə bir şey yoxdur, sadəcə olaraq əski izləri ki var, onları mən təmizləyəcəm və burada bizim bu aksesuarlar ki var idi, onları yəni mən yəni bunları akrilə yəni çevirdim, sadə qara parlağa çevirmişəm. Bunlar hamısı kraskalanıb, bütün aksesuarlar hamısı kraskalanıb gördüyünüz kimi və burada da belə deyək, bütün nə qədər ki xırda aksesuarlar ki var idi, bunlar hamısı kraskalanıb. Yəni sadəcə olaraq krılanın üstündəki moldinglər yəni kraskalanıb 4-də, amma qalan yerlərin strukturları yəni kraskalanmıyor. Belə dəyərli izləyicilər, inşallah ətraflı olaraq bunu bir də sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, gördüyünüz kimi mən maşını yığmışam da, moldinglər ki var idi, qapının qırağındakı moldinglər, mən onları da kraskalayıb qoymuşam üstünə və yüngül olaraq, yəni avtomobili sadəcə olaraq belə deyək,
yüngül üzdən polirovka eləmişəm. Ehtiyac yox idi, amma əski izlərinə görə, yəni xırda cızıqlara görə, mikro cızıqlara görə, yəni ki, polirovka olundu maşın. Belə, amma vizual olaraq maşın super vəziyyətdə idi. Və keçim bu detallara. Bu detalları görürsünüz dəyərli izləyicilər. Bunları mən qara parlaq vurmuşam. Yəni black piano indi bu saat hal-hazırda deyirlər, elə vurmuşam. Çünki bu detallarla, yəni ki, oxusun. Əslində burada yəni ki, struktur olur. Yəni belə bir struktur olur. Burası sadəcə olaraq avtomobil sahibi, yəni bunun avtomobil sahibinin istəyinə uyğun, yəni bunu biz belə deyək, akril boya çevirdik. Option maşın polirovka olunub. Mən sizə dedim, yəni elə bir ciddi bir iş yox idi maşında. Gördüyünüz kimi bunlar da hamısı polirovka olunub. Və əsas məsələyə gələk dəyərli izləyicilər. Əsas məsələ bu tərəfdə mən detal kraskalamışdım. Burada yəni detala düşürdü. Burada detala düşürdü. Bu hissədə detala düşmürdü. Burada mən sizə demişdim dəyərli izləyicilər. Kraska milvari bura qədər gəlib. Ruçkanın yarısına qədər və ruçkanın bu hissəsindən başlayır aşağı düşməyə ta qapının ortasına qədər. Baza gəldi, sonra milvari gəldi və lakını da tamamlamışam dəyərli izləyicilər. Burada belə deyək, xırda iz ki var idi burada. Bu izi yəni mən itirdim, çünki skoçun izi qalmışdı burada. Maşın bura gələndə yəni bu hissəni yəni düzgün işləməmişdilər. Ona görə mən indi bu saat sizə bu kantı göstərəcəm. Görürsünüzsə bu kant əməlli başlı yerindədir. Tam axıra qədər bu kant gəlir, amma əvvəl bu kant yox idi. Əvvəl bu kant yox idi və belə deyək, bu hissələrdə yəni şpakulyovka izləri var idi burada. Belə şpakulyovkalar əməlli başlı çıxmışdı üzə. Bilmirəm nə məsələ idi, nəyə görə idi, amma belə deyək, bütün nə qədər ki qüsurlar var idi, hamısı aradan qalxdı. Həmçinin də bu hissələrdə də var idi. Belə dəyərli izləyicilər, maşındakı gördüyünüz kimi qapı yerindədir, heç bir qüsuru yoxdur. Tam olaraq yəni düzəldi qapı. Sadəcə olaraq belə deyək, yəni kantı burada mən düzəltmişəm və bu hissələrdə ruçkanın alt hissələrində yəni şpakulyovka izləri ki var idi, onlar hamısı rəndələndi, düzəldi və yenə təzədən belə deyək, zavaskoy vidə gəldi. Şaqren də dəyərli izləyicilər birə-birdir. Yəni şaqren heç bir fərqi yoxdur. Birə-bir şaqren çıxıb zavaskoy şəkildə düzdür, kraskalanıb, amma mən dediyim kimi həmişə də deyirəm, heç kimə yəni mən zavod işi verə bilmirəm. Sadəcə olaraq sərgəli və təmiz iş verməyə çalışıram ki, belə deyək, həm maşın gözəl çıxsın, həm də işimiz sərgəli alınsın. Belə dəyərli izləyicilər, maşını da gördüyünüz kimi bu hissələr hamısı polirovka olunub. Belə bir vəziyyətdədir. Rəngdəki dəyərli izləyicilər görürsünüz, milvaridir. Yəni bu pudra deyil. Pudra ilə bunu səhv salmayın. Bu pudra və belə deyək, milvaridir, sonra lakdır dəyərli izləyicilər. Saat hal-hazırda avtomobil sahibi maşınını gəlib götürməyə. Bu qədər dəyərli izləyicilər. Təşəkkür edirəm. Minnətdaram. Var olun məni izlədiyinizə görə. Like qoymağı, abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilər. Təşəkkür edirəm.